Davam edirik. Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb və bugün 39 ailə, yəni 153 nəfər Sarıcalı kəndinə köçürülüb. Bərdə rayonundan 4 ailə, 18 nəfər, Bakı şəhərindən 22 ailə, 85 nəfər, Abşeron rayonundan 1 ailə köçürülüb, 6 nəfər, İmişli rayonundan 1 ailə, 6 nəfər, Mingəçevir şəhərindən 1 ailə, 2 nəfər, Ağcabədi rayonundan 2 ailə, 8 nəfər, Ağdam rayonundan 3 ailə, 8 nəfər və Ucar rayonundan 1 ailə, Yevlax şəhərindən 2, Biləsuvar rayonundan 2 ailə Sarıcalıya yola salındı. Bugün beləliklə bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndində cəmi 76 ailə yaşayır. Yəni 300-ə yaxın insan. Mən hamıya arzu edirəm ki, öz vətənin, burada öz vətənimizdə, amma öz yerimizdə, öz obamızda olmaq başqa hissiyatı var da. Onu gərək hiss eləyəsən, biləsən. Allah şəhidlərimizə rəhmət eləsin. Allah prezidentimizə can sağlığı versin. Allah ömrünü uzun eləsin. Onlarla bağlı planım odur ki, əlimdən gələni eləyəcəm. Quruculuq işləri ilə məşğul olacağım. Özüm gitara çalanam. Ancaq mənim hobbim odur. Bütün insanların hamısının toyunda iştirak eləməkdir mənim. Arzum odur ki, Azərbaycan çiçəklənsin, Azərbaycan bir Gülüstana çevrilsin. Neçə illərdir ki, öz vətənimizin həsrətini çəkirik. Orada bizim rəhmətə gedənlərimiz var. İstəyirik ki, oranı ziyarət edək. İndi qaydırıq gənə evimizə, işimizə şükürlər olsun Allah'ın bu gününə. Arzu edirəm bütün nə qədər qaçqın, köçkün var, məcbur köçür. Hamısı qayıtsın yerinə, yurduna. Burada Əhmədlidə olmuşam, Qarayevdə olmuşam, Pəhlərdə olmuşam, Zaburatda olmuşam. Birinci kəndimə gedirəm, buna rayonuma hara getməliyim. Darıxdığınız, ən çox darıxdığınız xüsusi bir yer var ki, baxarsınız. Darıxmaqdan da əsas odur ki, yenə şükürlər olsun, gedirik evimizə, işimizə. Ən çox elə öz ata-baba yurdum, Ağdam rayonunun Sarıcalı kəndi və Sarıcalı üçün darıxmışam. Qarabağ, Azərbaycanın hər bir bölgəsi bizim üçün əzizdir. Amma o torpaq mənim üçün daha əzizdir. Spesifik belə getmək istədiyiniz bir yer var. Olur ya, adam uşaqlığında, gəncliyinə gedir, oturur, əyləşir, bir oradan baxım kəndə, dostlarına. Mənim uşaq, ən orada yadda qalan xatirələrdən biri odur ki, bizim kəndin yəni yuxarısında bir Abdülcürafı deyilən yer vardı. Ən mənzərəli, ən sərin sulu bir bulaqlı bir yer idi. Həmişə gedib orada oturardıq, durardıq, orada istirahət edərdik. Yəni hər bir torpağımız bizim üçün gözəldir. Yəni mən o torpağın hər bir qarışına elə bir canımı verirəm. Bundan sonra planlar nədir, nə eləmək istəyirsiniz? Bundan sonra planlarım o Dədəbaba yurdumuzu yaşayıb, abadlaşdırmaq, yaşıllaşdırmaq, nə bilim, işləmək, oranı qorumaq, ora çəkilən zəhmətlə salınan bağları, parkları göz bəbək kimi qoruyub yaşılığı əbədi saxlamaq ki, cənab prezidentimiz nə vaxt o torpağa gəlsə desin ki, doğrudan da xalq buranı sevirmiş, ona yer yolda yaşadır. Allah prezidentimizin canı sağ eləsin, balalarını saxlasın. Bizə bu gözəl günü qismət elədiyinə görə çox sağ olun. Neçə il bundan əvvəl çıxmışdınız oradan? Kimlə çıxmışdınız? İndi kimlə qayıdırsınız? Uşaqlarımla çıxmışdım. İndi şükür uşaqlar hamısı yanımızdadır. İnşallah hamımız qayıdırıq, belə fərəhlə qayıdırıq. Arzularınız nədir bundan sonra? Bundan sonra arzularım olan uşaqlarımın toyunu eləmək, öz elimizdə, obamızda məskunlaşıb oturacağıq. Allah prezidentimizin canını sağ eləsin.